Bakı Konqres Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olunmuş Xalq üçün yaşanan ömür adlı tədbir keçirilib. Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, media mənsubları, Həmkarlar İttifaqlarının çoxsaylı üzvləri iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli lider Heydər Əliyevin və vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Ulu Öndərin zəngin və mənalı həyat yolunu, müasir Azərbaycanın inkişafı naminə misilsiz xidmətlərini əks etdirən film nümayiş olunub. Mən bu torpaqda doğulmuşam, orada təhsil almışam, buradan həyata addımlamışam. Daimi bu torpaqla bağlı olmuşam. Bütün devirlərdə doğma torpağıma xidmət etmək üçün əlimdən gələni etmişəm. Tədbirdə xalqımızı ağır sınaqlardan çıxaran, ölkəni dərin ictimai, siyasi və iqtisadi böhran vəziyyətindən xilas edən, müasir Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyevin ölkəmizin davamlı inkişaf və tərəqqi yolunun möhkəm təməlini formalaşdırdığı, bu siyasi kursun cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, hazırda Azərbaycanda bütün sahələr dinamik inkişaf edir. Ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənir, nüfuzu ildən-ilə artır. Dövlət başçısının rəhbərliyi ilə qazanılan mühüm nailiyyətlər, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasının, milli həmrəyliyin, güclü siyasi iradənin və qüdrətli dövlətçilik ənənələrinin parlaq təzahürüdür. Bu uğurların təməlində isə ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası və milli dövlətçilik ideyaları dayanır. Öz məqsədimizə nail olmalıyıq. Şuşanı da azad etməliyik, Laçını da azad etməliyik, Xocalını da azad etməliyik, Ağdamı da azad etməliyik, Kəlbəcəri də, Füzulini də, Cəbrayılı da, Zəngilanı da, Qubadlını da hamısını azad etməliyik. Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirir. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Tədbirdə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin sosial-iqtisadi inkişafına, milli mənəvi dəyərlərin qorunması və təbliğinə verdiyi mühüm töhfələr xüsusi qeyd olunub. Bir qız yaxınlaşdı, 4-5 yaşında, deyir ki, mən sizi tanıyıram, siz Heydər babanın oğlusunuz. Ümummilli liderin zəngin irsinin öyrənilməsi və geniş ictimaiyyətə çatdırılmasında Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinin əhəmiyyətindən danışılıb. Azərbaycan xalqının qəlbində yaşayır. Və nə qədər Azərbaycan var, Heydər Əliyev olacaq. Tədbir ümummilli liderin rəğbət bəslədiyi musiqi və poeziya nümunələrindən ibarət konsert proqramı ilə davam edib. Xalq artistləri Mənsum İbrahimov və Niyaməddin Musayev, əməkdar artistlər Gülüstan Əliyeva, Təyyar Bayramov, Ramil Qasımov və digər tanınmış incəsənət nümayəndələrinin ifaları böyük maraqla qarşılanıb.